Onu artıq görəndə məsuliyyətə qapılır axı insan və söz çıxardırsan. Sanki hamı ondan ötəri deyir. O kütlə olmasa biz onu alındıra bilmirik. Sənətin inkişafı da olmur. Nəsiminin sətirlərində ki var, çox qısa deyəcəm, malı mülkü, tacı taxtı nə edirəm? Dilbərə, mən səndən bəli. Fikir verin. Malı mülkü 4, 5, taxtı tacı. Niyə tacı taxtı deyil? Bax, bugün bu janrın nümayəndələri o dəqiqliklə deyirlər ki, burada yeri, vurğu keçə bilər. Görürsünüzmü? Sənət deyirik. Elə yer var, sənət demirik, sənət deyirik. Əli sözünə fikir verin, bir hecadır. Amma vəli sözü və tire li keçir. Amma hava balansından əli, vəli, mexanistlər bunu gözəl verir, bədiyəçilər bunu gözəl verir. Rəqabət, ziyafət. 2 tefisindən 3 hecaya ayrılan sözlərdir. Fərasət. Amma fərasətdə fərasətin asını götürüb əkimi, yəni çox adam fərasət deyir. Bəli. Fərasət dedin, hər şey yerində qalıbdır. Saiti, samiti, qoşalığı, qoşulmayanı bir dənə orada qalın saitdən incə saitə düşməsi ahəngi pozur və nümayəndələr deyir ki, bu keçmir. Görün, nə incəliklər var. Bəlkə biri top sözü işlətdi. Qafiyənin ayağında, kökündə. Topu ondan sonra digər işlətdi və yaxud da fərqi yoxdur, həmin şəxs özü qayıtdı, yenə o topu işlətdi. Kənardan xiridar olmayan o dəqiqə işarə verir ki, bu təkrar səsləndi. Ancaq indi burada məsələ budur. Top şahmat topu, hərbidə olan top və uşaqların oynadığı bir top. Bu 3 topun üçünü də görmək olur, əllə toxunmaq olur. Bəs bir də deyirik ki, orada bir top parça var. Topu görə bilmirik, o səslənir. Bu homonimə daxil olmur. O çox mənalı kimi qəbul olunur, məcazilik var. Ancaq homonimdə deyilişi və yazılışı eyni olduğu leksik mənalar fərqləndir. Bu artıq təkrardır. Və yaxud da bədihə ustası biri deyir ki, sual. O bir də deyir, mən yanıram, mənə su al. Cinaz göstərir. Əlbəttə, bu buna uğur gətirir. Eyni zamanda qafiyədə əgər söhbəti, xidməti, xəlvəti belə tutulmuş qafiyədirsə, əgər ora i şəkilçisi artırmayıb, birbaşa desən müvəqqəti, növbəti, bu mütləq ilk baxışdan sənə qiymət gətirir ki, bu nəsə bilir. O, onun üstünlüyüdür ki, bütöv söz deyirik biz ona, qəti. Növbəti, bu bütöv söz tapdı çıxartdı. Ruziyə xanım, mənim diqqətimdə ki, Qəhrəman o qədər gözəl danışır ki, yəni insan sanki bir sualı saxlayırsan yaddaşında, növbəti bir sual yaranır. Baxın, orfoqrafiya qaydaları, orfoepiya qaydaları,